Vahid Söynə, Kavranlar şirkətinin təsisi. Şirkətimiz 2012-ci ildə təsis olunub. Deməli, fəaliyyət budur ki, dünyanın bir neçə ölkəsindən Azərbaycana yer döşəmələrin idxalı ilə məşğuldur. Yer döşəmələri dedikdə xalça, kavralin, suni qazon, PVC, ümumiyyətcə yumuşaq yer döşəmələrinin idxalı ilə məşğuldur və döşənməsi ilə məşğuldur. Əlavə olaraq da böyük 5 yıldız otellərin sifarişini qəbul edirik, özəl sifarişlər və uğraşdırması ilə məşğuluq və əlavə də qeyd etmək istəyirəm ki, döşədiyimiz bütün kavralinlərin həm də təmizliyi ilə məşğuluq. Kavralin Clean deyə bir qrupumuz var. Deməli, keçən il baş tutan sərgimizdə biz də təmsil olunurduq 60 kvadratlıq bir stendlə. Çox məhsullar oldu. Deməli, stendlərin daha da böyük götürməyin biz əlverişli olduğunu və məhsullar olduğunu keçən il gördük. Keçən ilki görüşümüzdən çox razıyıq. Yeni əməkdaşlıqlar oldu, yeni müqavilələr bağlandı. Bu ilki sərgimiz hesab edirəm ki, keçən ilkindən də daha üstün olacaq. Kobiya və Marsol şirkətlər qrupunun təşkil elədiyi 7-ci yerli şirkətlər sərgisində bu il biz də təmsil olunuruq. Bu ilki sərgidən gözləntimiz odur ki, daha da genişləndirmək işimizi, daha yeni əməkdaşlıqlar, daha yeni müqavilələr bağlansın və ümid edirik ki, bu ilki sərgi daha da möhtəşəm olacaq. Bu ilki gözləntimiz daha da üstün olacaq və daha yaxşı hazırlaşmışıq sərgiyə, daha professional formada. Keçən ilki sərgimizdə 30 minə yaxın ziyarətçimiz olmuşdu, amma bu ilki sərgidə inşallah 50 minə yaxın ziyarətçi gözləyirik və buna da inanırıq. Artıq 2 yox, 3 zalda təmsil olunur sərgi, onun üçün böyük ziyarətçi axını gözləyirik. Biz Kavranlaz olaraq hər birinizi 7-ci yerli şirkətlərin tanıtım sərgisinə dəvət edirik. Hər birinizi Kavranlaz olaraq gözləyirik stendimizdə. Gəlin yaxından layihələrimiz və məhsullarımızla tanış olun.